hər kəsə. Dəyər yayınlarının sınaq 5, sinif 8 kimya üçün olan test tapşırıqlarına bərabər baxaq. Birinci sual 91-ci sualdır. Sualda deyilir, karbon monoksidin hidrogenə görə, H2-yə görə nisbi sıxlığını müəyyən edin. Yazaq, sıxlıq D ilə işarə olunur. Karbon monoksidin hidrogenə görə nisbi sıxlığı, karbon monoksidin nisbi molekul kütləsi 28-dir. 2-yə bölürük, cavab D. D olasıdır. Cavab 14. D variantı olasıdır. İndi 92-ci suala baxaq. 92-ci sualda hansı oksid normal şəraitdə qaz halındadır? Biz bilirik ki, metal oksidləri bərk haldadır. Natrium oksid əsas oksiddir, bərk haldadır, metal oksididir. Maqnezium oksid bərk haldadır, əsas oksiddir. Difosfor, pentaoksiddə turş oksididir, bərk haldadır. Geriyə azot monoksid qalır, neytral oksiddir. Bu da qaz halında olacaq. Cavab D variantı olacaq. 92-ci sual. Hansı maddənin molekulunda pp örtülməsindən əmələ gələn rabitə yoxdur? Biz bilirik ki, bu rabitə pi rabitəsidir. Pi rabitəsidir. Pi rabitəsində bildiyimiz kimi təkqat rabitələr sigmadır. Təkqat rabitələr sigmadır. İkiqat rabitədən biri sigmadır, biri pidir. Üçqat rabitədən biri sigmadır, ikisi pi olasıdır. A variantına başlayaq. Oksigen molekuldur. İkiqat rabitədir, biri sigmadır, biri pidir. Bu deyir rabitə yoxdur. Bu A variantında var. Ona görə bu variant ola bilməz. C variantında karbon qazı molekuludur. Burada 2 pi var, 2 sigma var. Yəni bu pi rabitəmiz var. B variantı, bir də D variantı. D variantında azot molekuludur, 3 qat rabitədir, biri sigmada 2 pi rabitəsi var. B variantı isə tək qat rabitələrdən ibarətdir. Pi rabitəsi yoxdur. 94-cü suala baxaq. H2 molekulu verilibdir, həcmi 44.4 litrdir. 44.8 litrdir. Atomların sayını müəyyən edin. Bilirik ki, normal halda bir molekulumuz 22.4 litr həcm tutur. İndi 22.4 litrdən nə qədər atom sayı olduğunu müəyyənləşdirək. H2 molekulu 22.4 litrdə nə qədər atomu var? 2 vuraq, N-ə qədər atomu var. 44.8 litrdə isə nə qədər atom olacaq? X də bərabərdir 4Na-yə. 4Na qədər atom sayı olacaq. A variantı olacaq cavab. İndi 95-ci suala baxaq. 95-ci sualda 1 mol H2 qazı üçün doğrudur. 1 mol H2 qazı üçün doğrudur. Birincidə 22.4 litrdir. Bəli, 1 mol maddələr, qazanda olan maddələr 22.4 litr həcm tutur. Bu doğrudur. 14 qramdır. 1 molumuz 14 yox, 28 qram olasıdır. 2 olduğu üçün 28 qram olacaq. 14 deyil, 28. 6.02 10 üstü 23 sayda molekulu var. 1 molumuzun bəli. O sayda 6.02 10 üstü 23 sayda molekulu var. Bəli. 1 ilə 3. 1 ilə 3 C variantı olacaq. 96-cı sual. Atomun quruluşu verilibdir. Burada birinci olaraq tapaq. Birinci energetik səviyyəmizdə 2 elektron var. 1s2, ikinci energetik səviyyəmizdə 5 elektron var. Onu paylayaq. 2s2, 2p3 hədəsidir. Deməli, elektron formumuz bu şəkildədir. Görək nə deyir? Nüvəsində 7 protonu var. Bəli, 7 proton var. Dövrü sistemin cədvəlində 3-cü dövrdə yerləşir. Xeyr, 2-ci dövrdə yerləşir. 1s2, 2s2, 2p5 elektron formuluna malikdir. Xeyr, elektron formuluna malik deyil. 2s2, 2p3 şəklindədir. Atomda boş orbital yoxdur, bu da doğrudur. Cavab 1 ilə 4 A variantı olacaq. İndi digər sualımıza keçək. 97. 97-ci sualda oksidlər verilir. Hansı oksidin növünü müəyyənləşdirək? Küçük 4 oksid qeyri-metallardan yaranan oksiddir. Qeyri-metalların oksidləri turş oksididir. Deməli, SO küçük 4 oksid turş oksid olasıdır. Karbon monoksiddir. Karbon monoksiddə neytral oksiddir, duz əmələ gətirməyən oksiddir. Qeyri-metalın sayı oksigen atomunun sayı ilə bərabərsə, bu olası duz əmələ gətirməyən oksidə aid edilir. Natrium oksid metal oksididir, əsas metal oksididir. Əsas metal oksidi
olduğu üçün bu da əsasi oksidə aiddir. Cavab burada olacaq C variantı. Davam edək. 98-ci suala baxaq. Buradan verilib su ikiz. Su ikiz süzmə ilə ayrılır. Su iqridi isə buxarlandırma ilə ayrılır. İndi görək hansı doğrudur. Su ikiz qarışığı heterogen qarışıqdır. Süzmə olduğu üçün su ikizin qarışığı heterogendir. Bəli, su qum olar məsələn. İkiz qum ola bilər. İkiz adi şəraitdə maye aqreqat halındadır. Xeyr, bərk halda olmalıdır. Su maye halındadır, ikiz bərk halda olmalıdır. Su iqrit qarışığı heterogendir. Xeyr, buxarlandırma homogen qarışığa aiddir. İqritdə duz ola bilər. Adi şəraitdə ikiz və iqrit eyni aqreqat halındadır. Bəli, ikisi də bərkdir. Duz da bərkdir, qum da bərk ola bilər. 1 ilə 4. A variantı olacaq cavab. 99-cu suala baxaq. 3 valentli elementin əmələ gətirdiyi oksidinin 1 molunda olan atomlarının ümumi mol sayını müəyyən edin. 3 valentli metal. X yazıram, 3 valentli yazıram. Üstünə oksigen 2 valentlidir. Oksigenin ikisi X-in indeksinə, X-in 3 valentli isə oksigen indeksinə düşəcək. Burada 1 molunda olan atomların sayı 2-nin üzərinə 3 gələsiq 5. Cavab C variantı olacaq. İndi 100-cü suala baxaq. Reaksiya verilib. Azotun hidrogenlə reaksiyası. Reaksiyaya əsasən 2,24 litr azot reaksiyaya daxil olduqda neçə mol amoniak alınır? Reaksiyaya baxdığımız zaman görürük ki, 1 mol, yəni 22,4 litr azot reaksiyaya girir və 2 mol amoniak əmələ gəlir. 2,24 litrdə azot reaksiyaya girən neçə mol amoniak əmələ gəlir? 2 mol, ikisi də edəcək. 10-a bölündüyü üçün burada 0,2 mol amoniak əmələ gələcək. Cavab B variantı. Cavab B variantı olacaq. İndi 101-ci suala baxaq. 101-ci sualda nə deyilir? 101-ci sual verilibdir. Buradan kovalent rabitənin sayı ikiz, ion rabitələrin sayı y göstərilibdir. İkisinin y-ə nisbətini təyin edək. Burada cavab 0,2 B variantı olacaq. 0,2 B variantı. Bildiyimiz kimi, ion rabitəsi nədir? İon rabitəsi metaldan qeyri-metal arasında əmələ gəlir. Kovalent rabitə isə qeyri-metallar arasında əmələ gəlir. İon rabitənin sayı. Baxın, kalium metalda oksigen qeyri-metal, natrium metalda oksigen qeyri-metal. 2 dənə ion rabitəmiz var. İqrit 2-dir. İkisi tapaq qeyri-metallar arasında əmələ gəlir. Kükürdlə oksigenlər arasında olan rabitələrin sayı isə 6 ədəddir. İkisi də 6-dır. İkisinin İqritə nisbəti 6-nın 2-yə nisbəti bərabərdir 3. İndi 102-ci suala baxaq. 103-cü sualda nə deyilir? Yenə reaksiya verilibdir. Reaksiyaya əsasən 20 qram kalsium neçə litr oksigenlə reaksiyaya daxil olur? Baxaq. Reaksiyada görürük ki, 80 qram kalsium. 80 qram kalsium neçə litr oksigenlə reaksiyaya girir? 22,4 litr oksigenlə reaksiyaya girir. Bəs 20 qram kalsium neçə litr oksigenlə reaksiyaya girəsidir? 2 litr oksigen. X də bərabərdir. 4-ə bölünübdür. Burada 80-ı 4-ə bölsəm 20 edər. Demək 22,4-ü də, 22,4 litri də 4-ə bölməliyəm. 4-ə böldüyüm zaman 5,6 litr. Tənasüb olsun deyə 5,6 litr olacaq. Cavab D variantı olacaq.